İndi diyeceğim şey inanmak üçün değil, çünkü inanılası çok çetin olan hadisədir. Yani böyük ölkələrin tamamilə dağılması, Amerika, Rusya, Kitay, Çin yani ve Avropa İttifaqı, sonra Böyük Britaniya kimi ölkələrin ve ittifaqların dağılması baş verəcək. Nəinki dağılması, o ölkələrdə, o ərazilərdə yaşamaq həddindən artıq çətin olacaq. O əraziləri çox böyük hissəsini, ərazilərin böyük hissəsini tərk eləmək lazım olacaq. Çünki çox böyük dəyişikliklər, yeni gücün əmələ gəlməsi ancaq və ancaq böyük fəlakətlərlə müşahidə olunacaq. O fəlakətlərdə də böyük qüvvələr tamamilə sıradan çıxacaq. Yeni qüvvələr, yeni ölkələr əmələ gələcək, yeni sərhədlər qoyulacaq və yeni güclər yeni dünyanı, yeni sistemi idarə